Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dəstək qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. İndi mən bizim dəstəyimiz nə olacaq? Sizdən gözlədiyimiz dəstəyində onun haqqında daha ətraflı məlumat verəcəyəm. Amma siz zəhmətə dəyər olaraq videonun bu 3-5 dəqiqəlik hissəsini axıra kimi izləyin. Çünki mən bu videonu ayrıca çəkirəm. Bütün videoların əvvəlinə yapışdıracağam və bu barədə hər birinizin məlumatı olsun istəyirəm. Keçirəm dəstəyə. Birinci bizim göstərəcəyimiz dəstəyə. Biz nə dəstəyi göstərəcəyik? YouTube kanalımızda ödənişsiz formada riyazi bazı dərslərimiz hansı ki saytdadır, ödənişsiz formada paylaşacağıq. Daha çox uzatmamaq üçün aşağıya çəkmirəm. 26 dənə video dərsdir. Hər biri playlist formasında düzəldiləcək səliqəli ardıcılıqla. Orada paylaşılacaq. Rahat şəkildə ardıcılıqla izləyə biləcəksiniz. Riyazi bazı dərslər haqqında qısa olaraq deyim ki, bu məsələlər deyil. Siz burada riyazi bazı formasında siz məsələlərə girişsiniz. Yəni birinci ələm bilməlisiniz, toplama nədir, çıxma nədir, vurma nədir, bölmə nədir, qallı bölmə nədir, adi kəsir, onluq kəsir, müsbət, mənfi, tənlik, bərabərlik. Sadəcə belə bir şeylər öyrənirsiniz. Tam hazır olsun, sonra girişəcəyik məsələlərə. Birinci bazı dərslərimizdə çox uzatmaq istəmirəm. Onu paylaşdıq 26 video. Burada MHM 2025 yazmışam. Qara üzlü kitabdır, 4500 testi olan qalın kitabdır. Burada MHM kitabının, daha uzatmıram, 150 videoda hərəsi 2 saatlıq. Çox böyük bir zəhmət var. MHM kitabının bütün mövzularının ətraflı şəkildə izahı və hər bir testin, 4500 testin hər birindən ətraflı şəkildə izahı verilir. Ay bu onun təkrarıdır, yox bu asandır, belə bir şey yoxdur. Hər birindən ardıcılıqla izahı verilir. Biz bu formada sizə dəstək olacağıq. Siz çox rahat bir şəkildə oturub hər bir testi evdə işləyə də bilərsiniz. Mövzu izahına baxandan sonra ilişəndə videoda hər bir testin izahını tapıb tezdən izləyə bilərsiniz ki, bu hissədə nə səhv eləmişəm, nəyi başa düşmüşəm və s. Bunun müqabilində keçirik sizin dəstəyinizə. Siz bizə necə dəstək ola bilərsiniz? Siz bizə, mən bilirəm ki, elə bir minimum ödənişli sınaq qrupu açırıq ki, ona 90%, 95%-in imkanı çatar. Ən azından mən belə düşünürəm. Təbii ki, istisnalar da ola bilər. Çünki bu nisbi anlayışdır da. Kimin imkanı çatmırsa o öz yerində. Yəni bunu vicdanla özünüz hesablaya biləcək gücdəsiniz. Yəni görürsünüz, yox da, rasım çoxdur deyir, mən ona imkanım yoxdur. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna da boş-boşuna qoşulmursunuz ha. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Baza dərsini əhatə edən sınaqlar, o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, 1 ilə 2-ci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan ayağa. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqlar verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur.
İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır. Təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq. 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. İndi yuvarlaqlaşdıranda nə edirik? Bizə hər hansı bir ədəd verilib. Yuvarlaqlaşdırma çox asan mövzudur. Bizə hər hansı bir ədəd verilib, belə yazıram 1, 2, 3, 4, 5 nəsə belə bir ədəd. Deyirik ki, bu ədədi yuvarlaqlaşdır deyəndə hansısa mərtəbəyə qədər yuvarlaqlaşdırılır. Hansısa ona görə biz birincidən mərtəbələrə öyrəndik ki, su kimi bilirik. Yuvarlaqlaşdır deyəndə məsəl üçün deyəcək ki, bu ədədi 12345 ədədini 100-lüyə qədər yuvarlaqlaşdır. Qulaq asın, sualda belə deyəcək, 100-lüyə qədər və ya 1000-liyə qədər. 100% mərtəbəni deyəcək sizə. 100-lüyə qədər yuvarlaqlaşdır deyəndə çətin bir şey yoxdur. Biz artıq mərtəbələri su kimi öyrənmişik. Nə edirik? Təklik, onluq, yüzlük tapdım. Yüzlük burada, düzdür. Minlik isə 12300. Hə. Tapdıq bunu. Düzdür? Həmin hansı mərtəbənisə onu tapıram birinci. Onu tapandan sonra bura qədər yuvarlaşdır deyib də mənim buna işim yoxdur ya. Bura qədər deyib. Hələ bir ki düzülmüş sırada deyirlər ki, rasimə qədər hamısını güllələyin. Rasimə qədərdir. Rasimdən işi yoxdur. Bura qədər vurca elə mən hələ ki qalmışam. Yəni mənim buna işim yoxdur. Bax bunları sıfır edirəm bu ikisini. Bu ikisi avtomatik sıfıra çevrilir. Yəni yuvarlaşdıranda hansı mərtəbəyə kimi ki deməyib, o mərtəbəni birinci tapırıq. Birinci addımımız odur. Tapdım. Tapandan sonra ondan sağdakı rəqəmlər hamısı sıfır olur. Hamısı. Sağında, onun sağında nə varsa hamısı sıfır olur. Bunun özünə işimiz yoxdur. Hamısı sıfır olur. Bu rəqəmin özü də ya dəyişir, ya da dəyişmir. Onu necə qərar veririk? Həmin mərtəbədəki rəqəmin özü üçün onun düz sağına baxırıq. Sağındakı ilk rəqəmə. Sağındakı ilk rəqəmə. Ay bir dənə də bu üzə rəqəm var. Bu üzə... Yox, sağındakı. Necə deyəndə belə? Elə ki mən ədədəm də bu üzə deyəndə sağı düşür də, hə. Belə deyəndə sağım düşür, ha. Başa düşdünüz? Onun sağı. Sağındakı ilk rəqəmə baxıram. Əgər o rəqəm 0, 1, 2, 3 və 4 bu rəqəmlərdən biridirsə, sağındakı rəqəm, bax bunun mərtəbənin sağındakı rəqəm bu rəqəmlərdən hər hansı biridirsə, mənim mərtəbəmdəki rəqəm dəyişmir. Dəyişmir də. 4-ə kimi olanda 0-dan 4-ə kimi varsa bunun sağındakı rəqəm belə 3 kimi də qalacaq. Yəni bunun yuvarlaşdırında cavab olacaq 12300. Nə elədik? Tezdən deyirəm. Yuvarlaşdırarkən mərtəbəyə baxdım, hansı mərtəbə kimi deyib o. Ondan sağdakiləri 0 elədim, bax bu ikinin yerinə 0 yazdım. Və bunun sağındakı ilk rəqəmə baxdım. İlk rəqəmə 0, 1, 2, 3, 4 olduğu üçün bu dəyişmir, necə var qalır. İşte bunun sağında 5, 6, 7, 8, 9. Bu rəqəmlərdə hər hansı birisi olsaydı, sağındakı ilk rəqəm. Tutaq ki, bunun sağında 6 yazım. 6 yazım. O zaman yenə də eyni məntiq, yenə də mərtəbəni tapıram. Yenə də bundan sağdakilər sıfıra çevrildi. Sağındakı ilk rəqəmə baxıram, yenə də eyni məntiq. Amma burada 4-dən böyük, yəni 5, 6, 7, 8, 9-dan biri olduğu üçün, 6 olduğu üçün bu nə olur? Bir vahid artır. Həmin mərtəbədəki rəqəm bir vahid artır. Yəni bu 3 yox, 4 olacaqdır. 12400. Tezdən bir dənə də göstərəcəm sizə. Bir dənə nümunə, sonra sual verəcəm. Bir dənə nümunə göstərim, bir yerdə eləyək. 1, 2, 5, 4, 8. Nəsə belə bir ədəddir. Mənə deyirlər bunu 1000-liyə qədər yuvarlaşdır. Nə etməliyəm birinci? Birinci mərtəbəni tapmalıyam. Əla, getdim. Təklik, onluq, yüzlük, minlik. Tapdım. Bu birinci addımım. İkinci addımda nə etməliyəm? Onun sağındakı ədəd. Hamısını vurub sıfır edirəm də. Və sonra deyirəm, əla. Bu da sıfır olacaq. Bir altı, bu da sıfır olacaq, bu da sıfır olacaq. 3 dənə rəqəm, 3 də sıfır olacaq. Vezmə də orada var. Hamısı sıfır olacaq. Düzdürmü? Üçüncü addım nə edirdim? Yəni, ondan sonra Bunun sağındakı ilk rəqəmə baxıram. İlk. Bu 4, 8 vezmə deyir. Düz yanındakı. Buna baxıram. 0, 1, 2, 3, 4 olsa bu 2 necə var qalacaqdır. Düzdür? 5, 6, 7, 8, 9 olsa bir vahid artacaq. İndi burada 5 olduğu üçün nə olacaq? Bir vahid artacaq. Vəssalam. Deməli, yuvarlaşdıranda mərtəbə ki yoxdur, əsas yataqlamamız o hissədir. Mərtəbə ki yoxdur, o mərtəbə ya necə var qalır oradakı rəqəm, ya necə var qalır, ya bir vahid artır. Azalır söhbəti yoxdur ya. Ya necə var qalır, ya da bir vahid artır. Azalma söhbəti yoxdur. Ya necə var qalır, ya da bir vahid artır. Sağındakı da onsa sıfıra çevrilir də. Vəssalam. Sağındakı onsa sıfıra çevrilir. Əsas yadda saxladığımız məqam odur ki, bu mərtəbənin başına nə oynasın? Bir vahid artırım,
Yoxsa ki necə var saxlayım. Onu da ki bildik. 0 1 2 3 4 olanda necə var saxlayıram. 5 6 7 8 9 olanda bir vahid artırıram. İndi bir dənə də göstərim sizə. 3 3 4 5 7. Bunu 10.000'liyə qədər yuvarlaşdırıb bilirlər bizə. Həsən gəl. Gəl. Qızlar da gələcək onsuz da. Qabaqda sənsən. Allah. Düzdür. Bir də mənə başa salın elədim. Gəl, bir də bağışla sən. Hə, Nili? Yo, qapını uzadım. Hə, все, başa düşdüm. Hə, eşidirəm. Aha, 10.000'lik istəyirdi, yox, fikirləri düzgün ifadələmə öyrəşmişəm. 10.000'lik mərtəbəsinə qədər yuvarlaqlaşdırmağımızı istəyirdi. Fikirləri ifadələ öyrəşdirmişəm özü. Altından xətt çəkilir həmin ədəd. Və ondan sonraki ədədləri 0 yazırıq. Əgər özündən sonraki rəqəm 1-dən 0-dan 4-ə kimi bu ədəd. Yox, o ədəd niyə? Hansı mərtəbəyə qədər yuvarlaşdırıyordun? Bu ədəd. Sağındakı. Əgər 4-dən böyük olarsa, həmin ədədin yanında bir vahid artır. Həmin ədədin yanına yox. Həmin ədəd özü, mərtəbə özü bir vahid artır. Düz fikirləşsən, pozitiv fikirləri ifadə elə. Malades. Fikirləri rahat ifadə elə ki, yavaş-yavaş öyrəşsən. Səhvdir, düzdür deyil. Mən dediyinizə sən düzəlş edirsən, sən də yadında saxla yaxşı. Deməli 3 5 0 7 9. Gəl Fidan, gəl. Prosan gəlir ki, mən fikirləşim. Bura nə deyim mən, nə sual verim. Yüzlük mərtəbəsinə qədər yuvarlaqlaşdıraq. Bir şey düzəlmişsən, bir şey səhv, vacib şey səhv eləmişsən, bir dənə bax. Bir də ardıcılığı əla. O şeyi düzəldin. 0 1 vahid artır olur 1, çünki sağında 7 var. Sıfırlamaq yadımdan çıxmışdı. Aferin. Son. Zəhra sən gəl, sən biraz başqa cür verəcəm, hə? 3 9 5 7 6 4 0. Bir sıfırla çevirdim. Əgər sıfır olsa da onsuz olar. Bu 1-dir ya belə. Hamısını sildim ki. Olsun. Deməli, yəni deyəcəm ki, onluq, yüzlük. Yüzlük yox, minlik. Minlik mərtəbəsinə qədər, yəni bir də tezinə baxım. Təklik, onluq, yüzlük, minlik. 10.000'lik. 10.000'lik mərtəbəsinə qədər yuvarlaşdır. Səndə biraz fərqli olacaq o birisilərdən. Görək, özün çıxışı otala biləcəksən. Mərtəbəni tapdım. Əla. Sağdakiləri sıfırlayırsan. Yaz da yaz, düz fikirləşsən də. Əla. Ay, sağ ol. İndi bilməyənlər üçün deyim. Bax, bir dənə fərq, qaydan önündə su kimi ələcəksiniz. Bir dənə fərqli məqam nədir? Bəzən bu 9 olur, 9, düzdür? 9 olanda mərtəbəm. Bunun sağdakı da 5-də axı. Qayda eyni qayda olsa, 4-ünü sıfırladı, Zəhra. Düzdür? Düzdür. 9'un sağında 5 olduğu üçün 9 olmalıdır. Bir vahid artmalıdır. 9'la bir vahid artanda mən götürüb 10 yazmıram. Normal toplamada nə olur? 10 toplayanda alt altıqda 10 olanda yazır, 0 yazır, sonra 1 yatdısı gedir o birisinin üstünə ya. Eyni formada yazıyorsunuz. Yəni bu 9 sıfıra çevrilir, göz 0 yazdı. 0. Onun 1 yatdısı getdi 3'ün üstünə. Oldu 4. Başa düşünəsən? Başa düşmədim məncə. Bir dənə başqa şey də görsün. Zəhri sən otur. Çox sağ ol. Deməli, bax 3 7, 9, 5, nə bilim, 6, 4. Bunu deyiblər mənə, Həsən filan, təklik, onluq, yüzlük, minliyə qədər yuvarlaşdır. Minliyə qədər. Eyni qayda ilə gelirik də, bilirik axı. Mərtəbəni tapdım, birinci addımım. Sağdakiləri sıfırladım, yəni 3-dən 0 yazdım bunların yerinə. İkinci addımım, əla bura kimi, düzdür. Üçüncü addımım neydi? Bunun sağındakı ilk rəqəmə baxmalıyam.
Baxdım gördüm bunun sağında 5 var. Bu 1 vahid artmalıdır. Bu 1 vahid artdı nə badı belə 10 yazmırıq ha 9-a. Yazmırıq o cür. Biz nə edirik? Hə, qoy bunu sileyim. Bu 0 olur, A sol. 10 necə alta toplayanda yazırıq 10. A 10 ayda 0 1 yadda. Yazım 0 1 yadda. O 1 yaddan necə gələm 7-nin üstünə olur 8. Üstdəki necə var? Yazılır. 1 yadda 10-dan sol tərəfdə olanın üstünə gəlir. Yaxşı? Cavab oldu neçə? 3-8-dədir. Vəssalam. İndi 9 ilə bağlı bir dənə də sual verim sizə. Fidan gəlsin. 9 19 9 9 7 5 0 1. Bax böyle. Deməli təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minliyə qədər yuvarlaqlaşdıraq. Aha. Görək bu nə necəsiz? Oradan başlamadı. Oradan səhv eləmə ehtimalım var. 1 9 9 yazsanı. Elə eləmə. Bax sən birinci altında hələ yazqına bax altında. Mərtəbəni tapdın 9-u. 10 minlik mərtəbəsində, hə, tapdın. Ondan sağdakıları 0 eləməlisən də. Hələ altında bax burada 0 elə bunları. Sonra bir tərəfə köçürərsən. Elədin, hə. Sonra eləməliydin 9-un sağındakı 2 rəqəm orada elə. Hələ ki orada elə, sol tərəfdə. Bərabərliyin sağından keçmə. Ora keçmə. Burada elə də, bax burada elə hələ ki bunun altında yaz. 9-un sağında 7 olduğu üçün 9 nə olacaq? Aha, nə olacaq? 9 bir vaat artanda 10 olur da, düzdür? 0 yazıram, yaz 0'ı da onda. 9'un altına. Nə olur? 1 yaddası gedir nəyin üstünə? Bunun üstünə. Onda o 1 yadda bu üstə gedəndə bu neçə olacaq? Onda yenə nə yazacağım? Yenə 0 yazacağım. Əbi, hə. Yox, qələmdə sonrası, prosta əlimdəydi, hə. 0 yazacağım. Aha. Yenə 1 yadda geçsək bunun üstünə, görürsən? 9'un üstünə. Bu da olacaq 10, 0, 1 yadda geçsək bura 2. Düzdür, 1'in üstünə 2. Yaz oraya 2. Ona görə dedim, yaz 2'nin üstünə. Yox, yox, 1 daxı burada. Bunun da 1 yadda üstünə gəlir 2 olur da. 2. Deməli, ona görə dedim, amma sən birbaşa belə yazanda cavab belə alınmır axı. Yerindən bax ki, hələn bəlkə dəyişikliyə olacaq. Bir dənə deyim sənə. Sil onu. Silgiyə vur. Az, onu belə elə hamısı getsin. Yan 3, daha belə deyirəm də, ədədi demirəm. 3, 9, 9, bir dənə də 9, 6, 0, 4. Minliklərə qədər yuvarlaşdır deyirik. Aha. Əla, əla, əla. Şu, düpbədir. Əssalam. Başa düşdün indi? İndi bildin mən nə işləyirəm birbaşa o özə yazmaq yine. Çünki o dəyişilir axı. Sən burada 3 9 9-la başlasan, gəlib çatırsan burada görürsən ayda burada bir vahid artdı, bu bir vahid yazdıqlarını görə siləsən tezdən. Ona görə birinci belə mən özüm də elə fikirləşirəm. Altında fikirləşirəm elə. Sonra rahat keçirəm bu tərəfə cavab tapandan sonra. Gəl Həsən görək. Həsən sən başa düşdün biz də aşıqlarımızı? Qoy yazım sənin üçün bu 9'lardan. Sənin üçün az 9 yazacağım. 5 0 2 2. Bir dənə 2. 100 minliyə qədər yuvarlaşdır mənə. 10 minlik. 100 minlik. Vəziyyətdən çıxmaq istəsən biz. 0 0 0 0. Aha. Aha. Düpbədir. Bir də mənə başa salarsan postgörüm, fikri ifadə eləməyə öyrəşəsən deyə. Başa sal mənə. Düz yazmısan, narahat olma. Post danışmağa öyrəşəsən. Neynədin? Atdım. Birinci mərtəbəni tapdım. Hansı mərtəbə? Yadımdan çıxdı mənim də 10 minlik idi. Yox, təklik, onluq, yüzlük, minlik, 100 minlik, hə. Mərtəbə vahidinin adını tapırıq. Tapdım, hə, tapdıq. Və sonra sən ondan sıfırları yazırıq, ondan sonraki Sıfırları yazırıq. rəqəmlərin yerinə yazırıq. Hansı tərəfdəki rəqəmlərin? Sağındakı. Tam deyilən fikri. Mərtəbəni tapdıq, mərtəbənin sağındakı bütün rəqəmləri sıfıra çevirdim. Həmin ədəddən sonraki ədədə baxırıq. Hı. Ondan böyükdürsə, Nədən böyükdürsə? rəqəmdən Hansı rəqəmdən? 5, 4-dən sonra böyüksə 1 vahid Az o, hə. Onun yerinə də
Yazır. Orada 5 olduğu üçün bir vahid artırmalıyam 9-u mən. Bu da 10 olduğu üçün yazılmır 0 və hə, o bir iki ədədə baxılır. Yəni ona 0, 11-dən yazılır. Mən bilirəm nə demək sizə, amma ki fikirləri tam ifadə eləmirsən, qəşəng. Bax 0 yazdın, 10 olanda bir vahid yadda olur. O bir vahid yaddanın digərinin üstünə gələn. Bu da 9 olduğu üçün bu da olur 10, bir vahid üstünə gələndə. Yenə də 0 yazıram bir yadda, o bir yadda da gəlir digərinin üstünə, yəni 8 üstünə olur 9. So, mən sənə də danışdıracağam ki, bilirsən, bildiyin şeyi fikrini ifadə edə bilmirsən. Fikrini ifadə etməyə öyrəşkinə. Salam, salam Səid, necəsən? Hazırdan çıxıb gəldin. Yuvarlaşdırmanı necəsən? Yaxşısan, hə. Məsələ yuvarlaşdırmanı bitirirdik. Gəl sənə bir dənə sual verim. Bayaqkilərdən keçə gidiyor gəlmir. Mövzuya. Səid, gəl bura. Bunu da eləyə bilsən keçək biz digər mövzuya. Bir dənə yuvarlaşdırmanı keçmiş gəl abi onsuz da. Teknik oldu üzlük. Minliyə qədər yuvarlaşdır zəhmət olmasa. Aha. Altında eləsən rahat, sola keçirtdi ora. So. Ben baxdım. 3-dən 0 sağda, o da 0, bu da 0, 1, 4, 5-dən düplədir. Olabilir. Çok bilirsən sən yuvarlaşdırmanı. Keçək onda digər mövzumuza. Sizin de burada problemimiz olmadı ki. Yuvarlaşdırma çətin bir şey deyil. Mərtəbəni bildim. 0, 4, 5, 6, 5, 9 söhbətini bildim. Problem yoxdur. Bax, bunları verəcəm sizə ev tapşırığı kimi. Bir dənə post özüm də baxım ki, evdə eləyə bilməyəcəyi bir şey var ya yox. Baxın. Suallar nədir? Filan mərtəbəyə qədər yuvarlaşdır. Yuvarlaqlaşdır, yuvarlaqlaşdır, yuvarlaqlaşdır. Yəni çətin bir şey yoxdur. Bunları evdə eləməlisiniz. Milyon buna qədər yuvarlaşdır, yuvarlaqlaşdır. Hə, indi keçirəm bu tip sualların izahını verəcəm sizə. Bax, 7. 7-ci suala baxın. Minlik mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda 34.000 alınan ən böyük və ən kiçik ədəd tapın. 33.999 olur. Neçə dün qoyacaq, sonra axıra baxarıq. 33.900 və 33.999. Yox. Gəl baxaq bir də tələsmə. Yadıma düşəcək yəqin ki. Ay, bunu sildim. 34.000 idi ədədimiz, hə? Sual nə idi? Bax, suala tezdən baxıram sizlə bir yerdə. Minlik mərtəbəsinə qədər yuvarlaşda 34.000 alınan ən böyük və ən kiçik ədədi tapın. Natural ədədi tapın. Mən bunu tapmaq üçün sizə çox asan yol da deyəcəm. Praktik yol. Çox rahat, düsturla. Çox rahat tapacaqsınız. Amma birinci məntiqini tutun. Başa düşün, burada vəziyyət söhbətindən gedir. Məntiqlə necə tapırlar, onu tapaq. Sonra o praktik yolu deyəcəm. Yaxşı, asan yol deyəcəm sizə. Amma bu yolu 100% öyrənməlisən. Bu çətindir. Çətin yol deyil, burada düşünməlisən. Daha bu maraqlı yoldur. Amma ona 2 saniyə tapırsan. Bundan sonra deyəcəyim yolla. Amma birinci bunun mənasını başa düşək ki, bu nə demək istəyir? Yuvarlaqlaşdıranda 34.000 alınan ən böyük ədədi tapın. Birinci ən böyük tapaq, sonra ən kiçik taparıq. Problem yoxdur. Deməli, elə bir dənə ədəd var ki, bu 5 rəqəmsə, həmin ədəd də 5 rəqəmdir. 3, 4, 5. 5 dənə rəqəmi var. Niyə? Çünki 4 rəqəmli, belə deyim. Bunu minliyə qədər yuvarlaşdırırlar, təklik, onluq, yüzlük, minlik. Minliyə qədər yuvarlaqlaşdırıblarsa, bunu da yox, hansı ədədi? Bax, minlik mərtəbəsi bunun budur da, düzdür? Bunu minliyə qədər yuvarlaqlaşdırıblarsa, deməli, bunun sağındakı rəqəmlər, bax burada, bilmirəm hansı ədəddir bu. Bunun sağındakı rəqəmlər sıfıra çevrilir. Sondakı rəqəm isə necə var qalır da onsuz da. Solla işimiz olmur ki bizim. Nə vaxt işimiz olur? Bu 9-da da onda bəlkə artsa solla işimiz olur da, belə normalda solla işimiz olmur da bizim. Onda həmin ədədin solu 100% 3-dür. Deməli, bir dənə ədədimiz var, ən böyük ədəd axtarılır. Bunun sol tərəfi, yəni bu 30 neçə mindir 100%. Çünki 20 neçə mini yuvarlaşanda 34.000 ala bilməzsən. 40 neçə mini yuvarlaşanda azalıb 34.000 ala bilməzsən. Yuvarlaşdırma azalma yoxdur axı, düzdür? Yəni 100%, hələ məntiqlə yolunu deyirəm sizə. 100% bunun sonundakı mərtəbə 3 necə var odur. Amma bu əsas mərtəbəsi var ha. Bu əsas mərtəbəsi. O minlik mərtəbəsi də bunun. Minlik mərtəbəsi yuvarlaşanda nə olur? Ya artır, ya da necə var qalır.
Düzdür? Deməli bunun minlik mərtəbəsində ya 3 olub ki, sonradan bir vaxt artıb 4 olub. Bu yuvarlaşdırılmış halıdır ya bunun. Bu yuvarlaqlaşdırılmış halıdır ya. Başa düşürsünüz? Mən indi elə bir ədəd axtarıram ki, onu yuvarlaşdıranda 34 min alınsın. Məntiq, sonra məntiqi başa düşün. Mən elə bir ədəd axtarıram ki, onu yuvarlaqlaşdıranda 34 min alınsın. Amma o ədəd ən böyük ədəd olsun. Yəni bu şərtimizi ödəyən ən böyük ədəd olsun. Deyirəm, aha, deməli bu ədədin ya minlik mərtəbəsində 3 olub ki, yuvarlaşdıranda bir vahid artıb. Çünki artmaq ehtimalı var axı. Olub 34 min. Yəni bu 4 olub da. Ya da ki, hələ 4 olub orada. Artmayıb. İki cür hal var da. İndi mənə bura 3 yazmaq səhvədir, yoxsa 4 yazmaq? Ən böyüyünü axtarıram axı. Çünki mən ən böyük ədədi axtarıram. Bu şərti ödəyən ən böyük ədədi axtarıram. 33 min neçə böyük olar, 34 min neçə böyük olar. Təbii ki, 4-ü böyük götürdüm bura. Deyirəm, əla. Bax, bu hissələr rahat gəldisə bizim üçün. İndi bu mərtəbələr var ha. Bu mərtəbələrə də mən böyük düzəldirəm axı. Bacardığım qədər ən böyük rəqəmləri yazacağam. Düzdür? Hə. Amma ən böyük rəqəmimiz neçədir? Həsən, 9. Amma 9 yazın bura. Tap, sağ. Yaza bilmirəm. Nəsə yaza bilmirəm səndə? Çünki mən bura 9-u yazsam, bunu yuvarlaşdıranda bunun sağında 9 olduğu üçün bu bir vaxtda artıq 5 olar. 35 min olar. 34 min istəmək olsun. Deyirəm, deyəm bir dəqiqə. 9 yaza bilmərəmsə, onda mən ora elə bir rəqəm yazmalıyam ki, bu dəyişməsin. Dəyişməmək üçün hansı idi rəqəmlər? 0, 1, 2, 3, 4 olsa dəyişmir. Bunların arasında ən böyüyünü götürəcəm. Bunların arasında ən böyüyü də 4. Bəli. 4-ü götürdüm bura. Amma digərlərinə ən böyük rəqəm 9-u çox rahat şəkildə yazıram. Niyə yazıram? Çünki mən demişəm, ancaq bunun sağındakına baxırım. O tərəfində var mənim heç vezimə deyil. Yəni ən böyük rəqəmlər bunlar gedib bura təsir eləmir. Bunun sağındakı buna təsir edir. Cavabı tapdım 34.499. Bu mənim şərtimi ödəyir. Çünki sualımıza tezdən fikir verin. Nə deyir? Yuvarlaqlaşdırdıqda 34 min alınan ən böyük ədəd. Doğrudan da 34.499-u yuvarlaqlaşdırsaq, gəlin əvvəl yuvarlaşdıraqlar. Nə olur? Mərtəbəni tapdım. Bunlar sıfıra çevrilir. Bunun sağında 4 olacaq. 4 necə var qalır? 34 mini verir. Düzdür ki, bundan da böyük var. Bundan böyük ola bilməz. Niyə? Çünki 34.499-dan böyük nədir? 34.500-dür. Düzdür? Bundan bir dənə böyük 34.500-dür. Bunu yuvarlaşdıranda bunun sağında 5 olduğu üçün bu 5-ə çevrilecək. 35 min oldu. Deməli, şərtimi ödəyən ən böyük ədəd 34.499-dur. Siz başa düşürsünüz biz nəyi tapdıq. Hələ ki, nəyi tapdığımızı mən sizə göstərmək istəyirəm. Asan yol göstərəcəm sizə. Amma birinci başa düşməlisiniz ki, burada bu yolla biz nəyi tapırıq əslində? Nəyi tapdıq? Elə bir ədəd axtarırdıq ki, onu yuvarlaşdıranda, minliyə qədər yuvarlaşdıranda 34 min alsın. Amma o ədəd bacardığım qədər ən böyük ədəd olsun. Ondan böyük olmasın. Aydındır mı? Yine ikisini de tapaq, sonra sizə düstürləyəcəm. Çünki orada bizə demişdik ki, yuvarlaşdırdıqda 34 min alınan ən böyük və ən kiçik natural ədəd tapın. Bu ən böyüyü. Ən kiçikini tapmaq üçün eyni məntiqlə düşünəcəyəm. Diyəcəm ki, 5 dənə rəqəm var da, burada 3, 4, 5 dənə rəqəm var. Yenə də bunun sonundakı 3 dənə işim yoxdur. Minlik mərtəbəsi bunun burada da var, minlik mərtəbəsi burada da bunun. Düzdür? Yenə də bayaq düşündük ki, axı, deməli burada 34 min olsun istəmsiz yuvarlaşdıranda orada, yəni minlik mərtəbəsi ya 3 var, ya 4 var. Düzdür? Ya 3 var ki, bir vahid artıb sonradan 4 olub. Ya hələ 4-ün özü var ki, dəyişməyib 4 kimi qalıb. Düzdürmü? Başa düşürsünüz deyilmi? Fidan. Hə. İndi ya 3 yaza bilərəm buraya, ya 4 yaza bilərəm. Hansını yazım? Bu dəfə ən kiçik ədəd axtarıram. Bu şərti ödəyəm. Təbii ki, 3-ü yazacağım da, balaca rəqəm. Buraya yazdım 3-ü. Hə. Burada ən kiçik rəqəmləri yazmağa çalışırıq. Düzdür? Amma 4 olmalı üçün. Aha. 4 olmaq üçün yox. Qəşəng fikirləşmirsən. 9-u yaza bilərik, 4 edir ona. Amma mən ən kiçik ilə yazıram axı. Bəli. Biz bunun sağına ən kiçik rəqəm yazırıq, o belə buradan başlayaq, əvvəldən başlayaq fikirləşmək. Birinci fikirləşirik ki, ən kiçik rəqəmi yazmalıyam, ən kiçik rəqəmi 0-dır. Düzdür? Sonra deyirəm, amma mən 0-ı yazsam, axı bu 3 olaraq qalacaq. 34 min alınmayacaq. Deyirəm, amma 0 yazanda alınmırsa, onda 0, 1, 2, 3, 4 bunları yazmamalıyam. 5, 6, 7, 8, 9 bunlardan birisini yazmalıyam. Bunların arasında ən kiçik 5, bu dəfə balaca yazıram axı. Bu dəfə balaca yazıram. Bunların arasında ən kiçik 5, 5, 6, 7, 8, 9 arasında ən kiçik 5-dir. 5-i yazdım bura. Bu tərəfə üzrə sıfırlarınızı yazın getsin. Ən kiçik rəqəm 0 deyil, sıfırlar yaz getsin. Çünki bunun bura dəxli yox. Burada oturub baş sındırmıram ki, ay bura 5 yazsam belə olar, 3 yazsam. Yəni 0, ən kiçik 0-sa 0 yaz getsin. Necə ki burada bunlara dəxli olmadı, 9 yazdığıma eyni şey. Deməli doğrudan da yuvarlaşıqda 34 min alınan ən kiçik natural ədəd 33.500-dür. Deyirsən bəlkə başqası da var. Yəni bundan balacası. Bundan balaca nə gəlir? 33.499 bundan balaca da. Amma onu yuvarlaşdırırsam 33.499 yox 33.000 verəcək. 33.499 burada yazdım. Həsən sən də bax. Bunu minliyə qədər yuvarlaşdırsam bunun sağında 4 olduğu üçün 3 necə var qalacaq? Düzdür? 33.000 verəcək.
Yəni 34.000 verməyəcək. Yəni ən balacası deməli budur. Bundan balaca elə bir vaxt balacanı götürdüm, gördüm ödəmir. Deməli ən balaca bu şərti ödəyən budur. Deməli yuvarlaqda 34.000 alınan ən böyük ədədin budur, ən kiçik ədədin budur. Həngamə danışdıq. Düzdür? İndi sizə asan yol deyirəm. Asan yol deyirəm, amma bu məntiqi də tutmalısınız. Niyə? Çünki elə suallar var ki, o suallarda bu düsturdan istifadə edə bilməyəcəksiniz. Göstərəcəm hansı suallarda. Birinci düsturu deyim. Sizdən ən kiçiyini soruşurlar, düzdür? Bir də ən böyüyünü soruşurlar. Hə? Belə suallarda. Ən kiçiyini soruşanda verilmiş ədəd yox, o bir ədəd verir axı, deyir 34.000 olsun da. Həmin ədəddən nə edirsiniz? Çıxırsınız mərtəbə vahidinin yarısını, mərtəbənin yarısı. Başa salacağım indi sizə düsturu. Çıxırsınız mərtəbənin yarısını. Yox. Bax, 34.000-dən çıxırsınız mərtəbənin yarısı. Hansı mərtəbəyə qədər yuvarlaşdırır deyiblər bizə? Minlik. Minliyə qədər yuvarlaşdırır deyiblər axı bizə. O minin yarısını çıxırsan, m bölü 2 də mərtəbənin yarısını. Bu m dediyim min demək deyil, mərtəbə deməkdir. Burada prosta mindir də. Mini bölürsən 2 neçə eləyir? 500. Deməli, ədəddən 34.000-dən çıxıran 500-ü. Neçə elədi? 33.500 deyə gələr. 3 saat getdiyimiz cavabı tapdıq. Ən böyüyünü soruşanda, yenə də ədədin üstünə gəlirsən mərtəbənin yarısını. Amma bir dənə də əlavə 1 çıxırsan. Düsturumuz budur. Yəni, bax, 34.000 üstünə gəlirəm. Mərtəbəmiz 1000. Mərtəbə deyəndə bir düz nə edirəm? Sualın içində mənə deyirək, hansı mərtəbəyə qədər yuvarlalaşdır? Minliyə qədər deyibsə, mini 2-yə bölürəm. Yüzlüyə qədər yuvarlaşdırıbsa, 100-ü 2-yə bölürəm. Kimsə aydın olur? Məncə zəhlə aydın olmur tam. Amma tezdən suallar üzərində göstərəcəm. Bax, 34.000 üstünə gəlirəm 1000 bölü 2. Yəni, minliyə qədər yuvarlaşdırıb. 500-ü oldu 34.500. Sonra bir dənə çıxıran biri. 34.499. Bu həngamənin cavabı. İndi. Və bu düsturu qalsın, bunları silin, başqa ədəd verəcəm sizə. Tam başa düşəsiniz deyəm. Yuvarlaqlaşdıranda sualımız belə olsun. Bax, 100-lüyə qədər yuvarlaşdıranda 2300 alınan ən böyük və ən kiçik natural ədəd tap deyir bizə. Düsturu tətbiq etməyi göstərəm hələ ki. Sonra belə məntiqlə yolunda geçəcək. Ən kiçiyini tapmaq üçün bunun, bax, Zəhra. Nə edəcəm? Ədəddən çıxıram mərtəbənin yarısını, düzdür? Ədədim nədir? 2300-dür də hələ. 2300-dən çıxıram mərtəbənin yarısını, yox. Hansı mərtəbəyə qədər yuvarlaşdırır demişəm mən bunu? 100-lüyə qədər dedim də, 100-lüyə qədər. Heç mən deməsəm belə, siz baxanda görməsiniz bu 100-lüyə qədər yuvarlaşıb. Çünki 2 dənə 0 var da orada, 100-lüyə qədər yuvarlaşıb. Təklik, onluq, 100-lük. 2300-dən çıxıram mərtəbənin yarısını. 100-ün yarısı. 100-ün yarısı. Mərtəbə 100-dürsə 100-ün yarısı. Neçə eləyir? 50. Vəssalam. Cavab olur 2250. Ən kiçik. Bu şərtdə ən kiçik tapdıq. Başa düşdünüz dəqiq? Bax, ən böyüyünü axtarıram. O 3 yox, 3-ün yerinə o 100-ü. Hansı mərtəbəyə qədər yuvarlaşır? Ədədi bütöv yazırıq. Bax, düsturumuz budur. Ədəddən. Bizə bir də ədəd lazımdır. Bir də mərtəbə lazımdır. Bu ədədlə mərtəbə anlayışını başa düşün. Sualın içində onsuz bizə ədədi özü verirdi ki, yuvarlaşanda 34.000 alınan, 23.000 alınan, 2300 alınan. Bu ədəd odur. Alınan deyir ha. Ədəd odur. Düsturdakı ədəd odur. Deyir, nə bilim, 7500 alınan. O 7500 ədəddir. Ədəd odur. Onsuz başqa ədəd yoxdur orada. Sualın içində başqa ədəd yoxdur. Bir də ədəd odur. Bir də mərtəbə adı deyir də, sualın içində deyir ki, minliyə qədər yuvarlaşdırdı. Bax, gəlin sualların tipinə baxın da. Bax, minlik mərtəbəyə qədər yuvarlaşdırdı, 34 alınan ən böyük hangisi? Burada 2 dənə anlayış var onsuz da. Nə görürsünüz? Bir dənə ədəd görürsünüz, 34.000-i. Başqa şey görürsünüz burada. Bir də ki, minlik mərtəbəsi. Bir də mərtəbə adını görürsünüz. Hara kimi yuvarlaşdırırlar. Vəssalam da, ədəd budur, mərtəbə budur. Vəssalam. Ədəd budur, mərtəbə budur. Onda düsturda ki, bildiyinizdə ədəd mərtəbə. 2 dənə şeydən istifadə edirsiniz. Ədəddən çıxırsan mərtəbənin yarısını, ən kiçiyini tapırsan, ən böyüyünü axtaranda həmin o ədədin üstünə gəlsən mərtəbə, bir dəfə mərtəbənin yarısını çıxırsan ədəddən, kiçiyi tapmaq üçün. Böyüyünü tapmaq üçün üstünə gəlsən mərtəbənin yarısını. Amma unutmursan, böyüyünü tapanda mərtəbənin yarısını gəldi, bir dənə əlavə çıx birimiz də var. Əlavə çıx birimiz də var düsturda. İndi bax, burada 2300-ün üstünə gələcəm, 50-ni çıxacam biri. Böyüyünü axtaram da, 2300-ün üstünə gəldi mərtəbənin yarısı. Mərtəbə də 100-dür da. 100-ün yarısını. 50 çıx 1. O da olur. Ay sağ ol.
Yəni bu şərti ödəyən ən böyük ədəd 2349-dur. 2349-dan sonra çünki 2350 gəlir, 10 yuvarlaşdırsan o 2400 olacaq. 2350-ni 100-yə qədər yuvarlaşdırsan, yazsız özünüzdə görürsünüz 2400, yəni şərtimizi ödəməyəcək, demək. Bu düstur hamısında gedir. Nə də gedmir onu deyəcəm sizə. Belə ən böyük ən kiçiyi soruşdu. Əgər sual versə ki, ən böyüyünü tap, ən kiçiyini tap, sadəcə ki, ən böyüyünü tap, ən kiçiyini tap. Bu düsturlar 100% tapırsınız. Problemi yoxdur, milyard faiz. Amma yazarsınız. Amma nə vaxt gəlmir, onu da deyim, sonra köçürün. Nə vaxt bu düsturdan istifadə edə bilməlisiniz? Başqa tipli sual olur. O sual tipi başqa cür olur. Deyir ki, ədədi, məsəl üçün, burada sualımız buydu. Birinci buradakı sual deyim sizə. Ədədi 100-lüyə qədər yuvarlaqlaşdırdıqda 2300 alınan ən böyük və ən kiçik natural ədədi tap. Bunun sualı buydu. Bu düstur işlədi burada. Amma indi bir dənə belə sual olur. Ədədi 100-lüyə qədər yuvarlaqlaşdırdıqda, bax eyni şey deyirəm ha. Bir dənə fərq nə olacaq? Ədədi 100-lüyə qədər yuvarlaqlaşdırdıqda 2300 alınan rəqəmləri fərqli ən böyük və ən kiçik ədədi tap. Rəqəmləri fərqli. Rəqəmləri fərqlidirsə o məntiqlə tapmalısan şey. O məntiq çətin deyil. Sadəcə düsturu deyirəm. Düstur. Çünki bax mən rəqəmləri fərqli deyəndə artıq ən böyük ən kiçiyini tapmırsan təkcə. Rəqəmlər məsəl üçün bax bu düsturla gələndə biz tapdıq. Bu şərtin ən kiçiyi 2250-dir. Amma bu rəqəmləri fərqli deyil axı. Çünki orada əlavə olan rəqəmləri fərqli deyib. 2 ilə 2 eynidir axı. Ha. Bu məsəl rəqəmləri fərqlidir, bu ödəyəcək ödəməyinə. Siz rəqəmlər fərqli ən böyük hansında? Orada 2349 yazmış, orada 2200. Yox, burada ödəyir dajı. Burada dajı ödəyir o sualın cavabı. Çünki 2349 rəqəmlər fərqlidir onsuz da. 2, 3, 4, 9. Fidan bir sənə hesab saldım. Fidan elə bil ki, rəqəmlər fərqli, nədə rəqəmlər fərqli olmalıdır. Onu düz başa düşürsən. Amma rəqəmlər fərqlidir sözü olmasa, rəqəmlər fərqli olmamalı deyə düşünürsən deyəsən. Yox, rəqəmlər fərqli deyil sözü yoxdursa, cavab nə çıxsa o cavabı götürürsən. Fərqi yoxdur. Orada sən heç nəyin ağzını oynamırsan. Riyaziyyatda şərtlərə baxırsan. Şərtdə sənə deməyibsə ki, bəs şeydir, rəqəmlər fərqlidir falan. Şöyle deyibsə sənə ki, ən kiçik ədəd tap, bəs ən kiçik ədəd onu tapırsan. İndi o rəqəmlər fərqlidir, fərqsiz sən heç vecivə deyil. Ən kiçik faktı deyil, ən kiçik budursa, əfsus tapdın. Rəqəmlər fərqlidir, başaşağı deyil, mənim üçün fərqi yoxdur. Şərti ödəyən budursa, füsə budur. Amma şərtdə əlavə bir söz tapsa rəqəmlər fərqli, o zaman sən o şərtə baxmalısan ki, görün bunu ödür yoxsa yox. Yazmayıbsa bəs salam. Yəni sən xüsusi şərtlər qoymayıbsa, sən ən kiçiyini tapdın və ya ən böyüyünü tapdın. O ən böyüyünü tapdığın necə formadadır, onun sənə vecivə olmamalıdır. Çünki riyaziyyat dəqiq elmdə onun üçün deyirlər. Yəni sual nədirsə sən o sualın cavabını verməlisən. Oturub, bu belə sualın budur. Onu riyaziyyatda mən sənin deyirəm, danış. Fikri ifadə. Riyaziyyat fikri ifadə eləmək üçün ən vacibdir. Fikri dəqiq ifadə eləməlisən. Sən fikrini nə qədər dəqiq ifadə eləməyə öyrəşsən, bax sən, bunlar sadə bunlar öyrənirsiniz, hamımız aiddir. Amma sən fikrini, ona görə mən sizə deyirəm, danışın. Sən fikrini nə qədər düzgün ifadə etməyi bacarsan, o qədər düzgün məsələləri təhlil edə biləcəksən. Çünki sənin beynin öyrəşib fikri deyəndə tam demək. Məsəl üçün də bir var deyəm ki, bayaq sən deyirdin, ədəddən böyükdür, bir vahid artdı. Hansı ədəddən? Məsələn, yəni ki, deyirsən ki, 5-dən, yox 4-dən böyük olur. Yəni fikri tam ifadə eləməyə öyrəşməlisən ki, sənin beynin ki, sabah məsələni də oxuyanda sənin beynin ki, öyrəşib normal həyatda da düzgün ifadə eləməyə fikri, düzgün danışmağa, konkret danışmağa, sabah məsələni də oxuyanda çox rahat təhlil edirsən. Məsələn, bu bunu deyir, bu məndən bunu istəyir, bu cümlədə bu sözün mənası budur, bu sözü boş yerə qoymayıb, bunu buna görə deyib, başa düşün. Ona görə də fikirlərinizi düzgün ifadə edin. Çalışın həmişə, mənlə danışın, evdə danış, fərqi yoxdur, amma dərsdə danışın, müzakirəyə girin. Cümləvi səhv qursan, canın sağ olsun. Qur, düzəliş eləyək. Özün də özünü öyrəşdirən ki, cümləni hələ qurum ki, tam nöqtəsinə vurum. Yəni, ikinci dəfə açıqlama vermək məcburiyyətində qalmayayım. Rasimə bir dənə sualın cavabını verdim. Sonra tezdən açıqlama vermək məcburiyyətində qalmayayım. Qalsın da canın sağ olsun hər iki. Amma ona doğru işlə üzərində. Başa düşün, cümləni o cür qurmalı. Zəhkuş gəldi. Neysə. Bunu bastım. Əgər tezdən yazacağım. Yox, nazar edersəm gələcək də. Qayıtdı. Onu yazın. Amma, sən yazmışsan önce. Malades. Amma o məntiqi də tutmuşsunuz. Düstursuz da həll eləyə bilərsiniz. Çünki, rəqəmlər fərqli deyəndə çox güman ki, düstursuz həll edəcəksiniz. Və ya rəqəmlər fərqli bir eləyə bilərsiniz. Düsturla həll edib, sonra bir baxmalısınız. Məsəl üçün də, ən kiçik 2250 tapmadım. Oturub fikirləşməliyəm ki, normalda ən kiçik 2250-də, amma rəqəmlər fərqli deyib baxı mənə.
Rəqəmlər fərqli deyib də mənə. Ona görə deyirəm ki, onda bu 2250-dirsə, mən 2-ni dəyişib 1 eləməliyəm. 100%. O cür gedə bilərsən də. Ən kiçiyini tapdım düstundan, amma rəqəmlər fərqli deyib bax mənə. Bu 2-ni dəyişməliyəm bunu. Çünki eynidirlər. 2-ni dəyişdim, 1 elədim. Düzdür? Bunu 1 elədim, çünki buranı nə eləməlisən, onda siz birləşərsiniz. Heç onu dəyişə bilməzsiniz, ümumiyyətlə deyirəm də. Yox, bunu dəyişə bilməzsiniz, bunu 1 yox, 3 eləyə bilərsiniz. Hə. Çünki yuvarlaqda 2300 olsun axı görək. Mən 2-ni çevirib 1 eləsəm, 3 eləsək 5 dərd olmayacaq. bax, rəqəmlər fərqli deyibsə bizə, 2300. Yuvarlaqda 2300 alınan rəqəmləri fərqli ən kiçik ədəd axtaranda düzdür. Tapdım normalda 2250-dir, normalda. Amma rəqəmlər fərqli olduğu üçün mən bu 2-ni, bu 2-lə 2 eyni daxil, bu 2-ni dəyişməliyəm, eyni olmasın deyə. Mən bu 2-ni dəyişib ya 1 eləməliyəm, ya 3. Düzdür, fərqli olsun deyə. 1 eləyə bilmərəm. Niyə? Çünki biləcəm 2100 neçəni 100-yə qədər ifadə yuvarlaqda 300 eləyə bilər. Bu 1 2 vahid artı 3 ola bilər. Yuvarlaqda elə şey yoxdur ki, maksimum 1 vahid arta bilər də, ya da ki artmaya bilər. Deyirəm onda mən bu 2-ni 1 eləyə bilmərəm, amma 3 eləyə bilərəm. Çünki 3 necə var qala bilər sonra da. Bunu 3 eləyəndən sonra da, bunların hamısı dəyişdirəm də. Bu 3 olandan sonra da mən bura elə rəqəm yazmalıyam ki, ən kiçiyini düzəldirəm də. Elə rəqəm yazmalıyam ki, yuvarlaqlaş hələ 0. Amma bura 0 yaza bilmərəm. 1. Rəqəmlərin fərqli şərti var axı. 2 dənə 0 olsa rəqəmlər fərqli olmur. Belə də gedə bilərsiniz, amma bayaq deyim təməl məntiqlə. Silin bunu, hamımız yazdınız. Bax. Bunlar sual tiplərimiz çoxdur. Burada yazmışam üçün bir-bir. Gəlin bunlardan biraz gedək. Rəqəmlər fərqli söhbətdə çıxacaq. Bax, yüzlük mərtəbəsinə qədər yuvarlaşdırdıqda 45300 alınan ən böyük və ən kiçik natural ədəd tapın. Düsturla bu ifadə deyə bilərsiniz artıq mənə əslində. Desəydi. 45300 ən kiçik 45000 yox 44250. Əla, əla. Düzdür. Ən böyükdə 45349. Молодец. Zəhra, sən Sofiyana keçsən. Hansı sual idi bu? De burada. Yuvarlaşdırdıqda 720.000 düz oxudum, hə. Alınan ən böyük və ən kiçik natural ədəd tapın. Ən böyük. Mərtəbə yazılır. Hə, özüm yazmamışam da bilə-bilə. Mərtəbə yazılmayanda. Bax, bunu da yaxşıqla. Bəli. Amma hansı mərtəbədə yuvarlaşıb onu tapmaq da çətin şey deyil. Bax, sualda mərtəbə yazılmayıbsa, yazılıbsa lap əladır da süsü, keyf, gözün qabağındadır. Yazılmayıbsa, Zəhra, bunu yadında saxla. Düzdür deyəsən. Mən özüm də sayım. Qələmim anı. Hə. Word-ə girdim desəm mən. Hə. Təklik, onluq, yüzlük, minlik. Heç olar 4 dənə 0 var da burada, 4 dənə 0. 4 dənə 0 hansındadır? 10.000-dədir də. Düz demişdim. 10.000-ə qədər. Və belə də saya bilərsən. Təklik, onluq, yüzlük, minlik, 10.000-lik, hə. Deməli bu 10.000-liyə qədər yuvarlaşıb ki, sağdakılar 4 dənə 0-a çevrilib 10.000-lik mərtəbəsi necə var qalıb da, ya qalıb, ya dəyişib fərqi yox. O 0 olmur da, yəni. Orada normal rəqəm olur, bu tərəf 0 olur. Vəssalam, yəni onu yazmasa belə, məsələdə yazmasa belə, siz baxın, ədədin sonunda neçə dənə 0 varsa və ya belə sayın sıfırlardan ilk rəqəmə kimi. Ya da ki, mən həmişə belə baxıram, 4 dənə 0 varsa 4 dənə 0-ın qabağına bir dənə 1 atıram, 4 dənə 0-ın qabağına bir dənə 1 atıram. Neçədir bu? 10.000-dir. Vəssalam, mən 10.000-liklərin mərtəbəsinə qədər yuvarlaşdırılıb. 3 dənə 0 varsa ədədin sonunda, deməsə belə o hansı mərtəbəyə qədər yuvarlaşdırılıb? Deməyin. Sağ ol. 2 dənə 0 varsa fidan, 1 dənə 0, 10. Yəni onu deməsə belə biz onu təyin edə bilirik. Yaxşı, baxa-baxa. Yəni baxanda ən böyüyünü ən kiçiyini tapırdıq. Düstur. Mərtəbə, bir dənə sən orada mərtəbə lazımdır, onu da özün təhlil edin, tapdın da, başa düşdün. Ədəd var, mərtəbəni də özün tapdın. Qoy düsturda yerinə. Yox. O ortasından dedi. Soğan o düzdürsən, hə. Ən böyüyünü tapan, ən kiçikdən başa, ən kiçik daha rahatdır. Ən kiçik tapan nə edirdik? Ədəddən çıxırdım mərtəbənin yarısını. Yəni bu 720.000-dən çıxmalıyam 5.000-i.
Mərtəbənin yarısı da 10.000 deyirdi mərtəbəmiz, yarısı da oldu 5.000. İndi daha neçə alınır? 715.000. 715.000 deyəsə alınır. Hə. 715.000. Vəsə. Tapdın ən kiçiyini. Ən böyük almaq üçün nə edirdik? Ədədin üstünə gəlirdik mərtəbənin yarısını. Bir dənə də əlavə biri çıxırdı. Böyükdə bir dənə əlavə biri çıxır. Bax, ədəd mərtəbənin yarısı. Ədəd ən kiçiyində bu var. Amma birisində ədəddən çıxırsan mərtəbənin yarısını ən kiçik tapanda. Böyükdə isə ədədin üstünə gəlsən mərtəbənin yarısı. Prosta əlavə bir dənə çıx bir də var. Yəni 720.000 üstünə gələcəm 5.000 oldu 725.000. Hə, ondan da biri çıxanda düzdür. Olur 724.999. Yaxşı? İndi şifahi şeyləri düz tapmırsınız da problem deyil. Mənə gedişatı deyin heç olmasın ki, neynədir? Bunun üstünə bunu gəlir, bunu çıxır. Belə deyin, əyib yox. Çıxmayın 3 saat biri zadı. Əgər belə beyninizi yorursa sizi. Mənə gedişatı deyin ki, mən başa düşüm ki, siz başa düşdünüz. Yəni, bunu basın. Çevirməliyəm, ha. Keçmə daxil. 10-cu sual. Bunu silək. Qələmi götürdüm. Yuvarlaşdırdıqda kimə sual verməmişəm? Filana deyəsən verməmişəm sual. Hə. Yuvarlaqlaşdırdıqda 67.000 alınan ən böyük və ən kiçik natural ədədi tapın. Mən burada mini yazdım. Sağ ol. Bunda da mini yazdım. Aha. 67.000'den 45. Əla. Bu bizə nəyi verir? Ən kiçiyi. Yəni ki, yuvarlaşdırdıqda 67.000 alınan ən kiçik natural ədədi tapın. Oldu 66.500. Hə, ən böyük üçün nə edəcəm biz? 67.545 Çox əla. Heyecanlandırıcı. Bir gün növbə çatır. Hə, Həsən. Ya, Həsən bilirim ki, bunları. Yuvarlaşdırdıqda 1500 alınan ən böyük və ən kiçik natural ədədin fərqini tapın. Əjdaha, əla. 100-ün yarısı. 1500-dən 50 çıxacaq. Aha, bu neyi tapmış olacaq? Allah bilir də onu. Çıxırsansa kiçiyini tapırsan da. Çıxırsan azaldırsan, kiçiyini tapırsan. Toplayırsansa böyüyünü tapırsan. Hə. Bunu Zəhra anladırsan. Hə. Ən böyük 1500-dən 50 gələcək çıxacaq. Çox, əla. Əla, so. Hə? Hə, fərq də soruşmuşam. Hə, fərqini tapın. Hə, sonra o ədədləri tapandan sonra fərqini tapırıq. O heç. İndi mən sizə bir dənə də asan yol deyəcəm. Fərq soruşanda. Gəlin keçək bura. Hələ bu sualı həll eləyək. Bax bu tərəfdən. Neçə idi? 1500 ədədimiz. 1500 idi, hə? Deyəcəm, hə. Bax 1500 isə cavabı düzdür sən əslində. 1500-dürsə, belə bir şey verir bizə, hə? Yuvarlaşdırdıqda 1500 alınan ən böyük və ən kiçik. Necə etdin? Bir dəfə üstünə 50 gəlib 1 çıxıram. Neçə elədi? 1549. Bir dəfə nə edirəm? 1500-dən çıxıram 50-ni ən kiçiyini tapıram da, düzdür? 1450. Məndən də bunların fərqini soruşub, düzdür? Ən böyüyünə ən kiçiyinin fərqini sualda, orada. Ən böyüyünə ən kiçiyini tap, sonra fərqini tap deyir də bizə. Bu ikisini bir-birindən çıxıram da 3 saat uzadamına cavab görürüz ki 99 eləyir. İndi bu tip suallarda 3 saat oturub bu cür həll eləyin, o heç səhv deyil olsa, düzgün həldir. Tutaq ki, imtahanda vaxt itirmək istəmirsinizsə, bu tip suallarda nə edirsiniz? Bax, yuvarlaşdırdı 1500 alınan ən böyük və ən kiçik natural ədədin fərqini tap demirsiniz, hə? Hansı mərtəbəyə qədər yuvarlaşdırdı bu? 100-ə kimi. Sonra hansı mərtəbədirsə burada? Ondan bir çıxır. 100-dən bir çıxırsa 99. Sualın cavabı 99-dur. Oturub mən o ədədləri tapım, sonra bir-birindən çıxım, ehtiyac yoxdur. Eləyə də bilərsən. Cavabı da səhv tapmayacaqsan. Zamana 1000 olsa 999. Məsəl üçün, ondan sonra sual bu gəlir. Alınan ən böyük və ən kiçik natural ədədin fərqini tapın. Neçəyə qədər ulaşdırılıb? 1000-ə kimi. 3 dənə sıfır var da. Cavab neçə olacaq? 999. Ayrı-ayrı tapıb çıxa da bilərəm, ha. Düzgün də həldir. Məsələn, açıq sual olsa elə yazmalısınız. Yenə deyirəm, açıq sual olsa 100% tapmalısınız böyüyünü, kiçiyini, sonra bir alt-alta çıxmalısınız, nə bilim fərqi yazmışsınız. Amma test isə mən nə vaxt itirim? 100% bilirəm ki, bunun cavabı 1000-dən 1 çıxım 999. Fərqdə. Yenə də deyirəm, bax bu praktik yollar deyirəm ha. Bu praktik yollar normal suallara aiddir. Amma işdir, sənə sual versəydi, yuvarlaşdırdıqda 86.000 alınan rəqəmləri fərqli ən böyük və ən kiçik natural ədədin fərqini tapın, sən orada düsturdan istifadə etməli deyilsən. Normal məntiqlə ədədlər tapmaqdan çıxmaz. Çünki orada o 999-da cavabını verməyəcək. Nə vaxt verir? Rəqəmlər fərqli sözü işləmirsə. Normal. Nasıl soruş ki, ən böyük və ən kiçik. Bunların fərqini tap.
Sadə ən böyük və ən kiçiyinin fərqini tap. Da durub demir, rəqəmləri fərqli belə əlavə şərt vermir. O zaman bunun cavabı 9-dur. Bunun cavabı nə olacaq? Bax, ən böyük və ən kiçik natural ədədin fərqini tap. Neçə qədər yollaşıb? Yox, bu. 4 dənə sıfır var. 10.000. 9.999. Yəni tapa da bilərik. Problem deyil, üst tapaqda, ya da şifahi tapaqda. Neçə idi burada? 120.000, 10.000 idi. 120.000 üstünə bir dəfə gələm 5.000 elədi, 125.000. 124.999 eləyir, biri də 115.000. 124.999-dan da ən böyüyünə ən kiçiyini çıxanda, yəni 115.000 çıxanda 9.999 verəcək onsuz da. Yəni oturub əlləşməyə dəyməz. Amma yolu bilməlisiniz. Yolu mən əzbərçiliyə qarşıyam. Bunu sizə birinci məntiqi baş salıram. Sonra elə bilin ki, belə bir üsul da var. Siz məntiqini tutun. Amma ürəyi üstündə hər şey qəşəng həll edə bilirsiniz. Məntiqlə tutun, praktik yollar edə bilirsiniz. Sabah imtahanda oturanda vaxtdan qazanmaq üçün istifadə edə bilərsiniz. Yəni 100% dəqiq üsullar bunlar. Amma o üsulları da səhv salmayın. İşte orada var, digər suallarda bilə-bilə rəqəmləri fərqli səbəblərdə salmışam ki, o düsturu istifadə edib çaşasınız. Sonra ömürlü yazıda qalsın ki, mən o düsturu istifadə edim, çaşdım, səhv elədim. Yəni bax, ondan sonra gələcək. Salmamışam. Hələm cəmlər gələcək, sonra fərqliləri gələcəm. Hələm burada normal şeylə cəmi gələcək. Bax, ya bunu da həll edək şifahi. Ən böyük və ən kiçik notların fərqini tapın. Neçə olacaq burada? Aha. Fərqləri neçə olacaq? 1000 mərtəbədir, düzdür. 999. Başa düşürsünüz qızlar? Dəqiq, Səid. Şu, Həsən onun cavab verdi. Deyil. Mindən çıxmasaq necə? Mindən çıxmasa ən böyük və ən kiçik ədəd tapa bilirik də biz onsuz da. Bax burada 390 anın ən böyük və ən kiçik notların fərqini tap. Ən böyük tapa bilirik, ən kiçik ədəd tapa bilirik də düsturla. Ən böyüyü tapacağıq normal düsturla. Ən kiçik tapdıq, tapa bilirik axı. Sonra bir-birindən çıxacağıq da. Bax, ən böyüyü tapsaq burada olacaq 397.000 üstünə gələcəm 500. Olacaq 397.499 ən böyüyü. Ən kiçiyi də olacaq 396.500. Sonra onlar bir-birindən çıxanda gözləyirsən ki, hələ 999 cavabını verdi. Yəni normal olsa bunu tapa bilərsən. Biraz uzun yolla gedib tapa bilərsən. Problemi yoxdur bunun. Çünki sən ədədləri tapa bilirsən də rahat şəkildə. Bax, indi fərqdə bil düz asan yolu. Fərqdə bil düz ki, mərtəbəni tapdım, bir vahid çıxdım, bəs eləyir. Cəmdə də əslində asan yol var. Bax, indi sual verir ki, yuvarlaşdıqda 1750 alınan ən böyük və ən kiçik natural ədədin cəmini tapın. Bax, burada. Qələmdir bu. Gəldi qələmdir. 15. Yuvarlaşdırdıqda 1750 alınan ən böyük və ən kiçik natural ədədin cəmini tapın. Həm düsturu qoyan bir qırağa. Normal, bilirik, qorxusu yoxdur. Heç düstur bizə lazım deyil, praktik yol bizə lazım deyil yeri gəlsə. Birinci məntiqi başa düşək. Yuvarlaşdırdıqda 1700 alınan ən böyük ədədi mən tapa bilərəm. Neynirdim? Neynirdim Zəhra? Ən böyük tapmaq üçün düsturum nə idi? Ədədin üstünə gəlirdim. Mərtəbənin yarısını. Bir də çıxırdım. Onda 1750-nin üstünə gələcəm 5. Mərtəbə 10-dur da görürsən. Bir də çıxırdım. 1754 hə? Düz tapdıq da. Ən böyük oldu 1754. Ən kiçiyi neçə olacaq? Deyək ən kiçiyi tap. 1650. Yox, 1655. Ay, 1755 mən də çaşdırdım. Ədəddən çıxırdıq mərtəbənin yarısını da, düzdür? 1750-dən çıxıram 10-luğa qədər yuvarlaşdı baxı bu. Yox, bəlini bir tərdir. Bax, mərtəbə o hansı mərtəbə qədər yuvarlaqlaşıb? Mən birim dolaşdı, hə? 10-luğa qədər. Deməli, ədəddən çıxıram 10-un yarısını da 5-i. Qız sana 1755 çıxanda 1745. Düz deyirəm, səhv desəm düzəldim, səhvimi. 1745. Bax, hələ belə deyirəm. Doğrudan bunların fərqini soruşsaydı bizdən 1754-dən 1745 çıxanda 9 eləyir. Bayaq deyim 10 çıx 1. Amma bizdə buradan cəmi soruşur. Cəmi. Deyir ki, bu iki natural ədədin cəmini tapın. Ən böyüyünə ən kiçiyinin cəmini tapın. 1754-dən 1745 tapılsa neçə eləyəcək? Yox, o başqa cür olacaq. Deyəcəm düsturda. 1754-dən 1745 tapılsa neçə eləyəcək? 3499, hə? Hə. Tapdım, düppədüz. Başa düşmədiyimiz bir şey var burada? Yox. Hə, indi keçirəm praktik yola. Cəm soruşanda praktik yolu nədir? Yəni qısa yolu. Cəm soruşanda. Verilən ədəd ki yoxdur. Sağ ol. Vur 2-yə, çıx 1-i. Vəssalam. Vur 2-yə, çıx 1-i. Yəni bir də baxın. Vur 2, çıx 1. Bəli, düzdür. Hə, çünki qarşında orada bir vahid fərq olur. Vur 2, çıx 1. 3499. Və digərini tətbiq edək. Qopunu silim. Başa düşdünüz? Vur 2 verilən ədədi. Orada mərtəbə zət lazım deyil heç bizə. Verilən ədəd ki yoxdur. Onu vurursan 2 cəm deyəndə, ən böyük ən kiçinin cəmi deyəndə, üstü yazın onu. 2-yə vurursan 1 çıxırsan.
İndi, bax burada yenə də eyni şeyi tətbiq edəcəyik. Qələm 16. Birinci uzun həlli göstərəcəyəm ki, beynimizi öyrəşsin. Hər şeydə praktik yol deyir ki, yuvarlaqda 58 manla ən böyük və ən kiçik natural ədəd. Ən kiçiyini rahat tapaq, ən kiçiyinizi taparıq. Yuvarlaqda 58 mindən çıxırıq 500-ü. Düzdür? Çünki ən kiçiyini tapmaq üçün ədəddən çıxırıq, mən təkrarlayım ki, qoy tez beyninizi hopsun. Ədəddən çıxırıq mərtəbənin yarısını, düzdür? Ən kiçik 58 min neçə? Düzdürsünüz, hə? Ən böyük, hə? Sol düzdürsünüz. 58.499. Bunları toplasam neçə eləyəcək? 115.999, hə? 115.999. Bu boyda həngamə getməkdənsə, vur ki, çıx 1, hanı? 58.000 2-yə var neçə eləyir? 116.000. 116.000-dən 1 çıxan neçə eləyir? 115.999. Başa düşdünüz? Yəni, tezdən deyirəm, ən böyük ədəd tapmağı bildiniz, onsuz da tapa bilərsiniz, praktik olsa lazım da deyil. Sadəcə bilin deyə deyirəm, ən böyük ədəd tapa bilirsiniz artıq. Ən kiçik tapa bilirsiniz, yuvarlaşdırdıqda da, yəni alına biləcək ən kiçik ədəd. Bunları bildiniz. Bu iki ədədin, sifətimi gördüm eski. Deməli, bu iki ədədin ən böyük ən kiçiyinin cəmini soruşanda, ən böyük ən kiçiyinin cəmini soruşanda, orada vurmuş ədəd 2-yə vur çıx 1-i, vəssalam. Praktik olaraq həll edə bilərsiniz. Fərqini soruşanda heç ədəd vecibi olmur. Fərqini soruşanda ədəd vecibi olmur. Neyinisə? Orada ancaq mərtəbəyə baxırsan ki, hansı mərtəbəyə qədər yuvarlaqlaşıb bu. O mərtəbədən də bir vahid çıxırsan. 10-luğa qədər yuvarlaşıb, 10 çıxır, bunların fərqi 9 eləyəcək. 100-lüyə qədər yuvarlaqlaşıb, ədəd özü necə heç vezmə də öyle. 100-lüyə qədər yuvarlaşıb, onda 100 çıx 1, 99. Dəqiq başa düşürsünüz? Belədir ki, praktik yolla işləməyə məcbur deyilsiniz. İşləməsiniz, mən daha çox sevinərəm. Praktik yolu gələcəkdə istifadə edə bilərsiniz. Əsas bu məntiqləri tutun. Yuvarlaşdırmağı necə tapdım, nə elədim, bunları öyrənin. Necə öyrənirsiniz, öyrənin. Amma birinci məntiqini tutmağa çalışın. Sonra o praktik yolları. Başa düşdünüz? Yəni, birinci hələ bir fəndə öyrənin. Sonra o fəndin daha asan üsulunu axtararsınız. Daha asan üsulunu tətbiq eləyərsiniz. Yaxşı? Deməli, bu ifadə edəcəksiniz də elə bir şey mənə. Qələmdədir bu, hərif. Yuvarlaqda 4200 alınan ən böyük və ən kiçik ədədin, natural ədədin cəmini tap. Cəm soruşur, yəni. İfadə deyin mənə. Həsən səndir. Gözləyirsiniz. Deyin, Zəhra gözlə. Orası düzlük oluyor, düzdürsə. Amma cəm soruşur da məndən. Mənə neyimə lazım mərtəbəsi onun? Cəmdə nə edirdik? İncə ən böyük ən kiçiyi tapırdı. Eləyə bilərsən, bəli. O da bir üsuldur. 4200-dən 150-ni çıxırıq birinci, 4. Yaxşı, 4150. Sonra üstünə 50, 4200-ün üstünə 50 gələcək. Aha. Yox, 4200-ün üstünə 50 gələndən sonra bir dənə də şey var. Bir çıxır. Aha, sonra tapdım iki dənə cavabı. Sonra neylisən, bunları Səsək toplayırıq. cəm hazır. Əla. Çox düzgün həllidir. Mən indi səndən praktik yolla həlli soruşuram. O çox düzgündür, xoşum gəldi. Praktik yolla nə edərdin? Tez tapmaq. İştahsan. Aferin. Hər iki usulda düzdün. Malades. Burcu 2 neçə eləyir? 8400, 8399 belə bir şey. Yuvarlaşdırıqda 16000 A-nın ən böyük və ən kiçik natural ədədin cəmini tap. Fidan. Hı hı. 5000, aha. Bu oldu ən kiçiyi. Beynini yorma, bir dənə cavab tapdın ən kiçiyi. Aha. Yox, böyükdə toplayırıq da. Düpbədir. Sonra iki dənə cavab tapdım, onları nə edirəm? Cəm. Çünki cəm deyir, bax mənə, əla. Praktik qısa tezbaza necə tapardın? 160.000 çevrədən bir Sağ. Əla. Sağ. Bundan sonra evə verəcəm, tezdən işləyəcəksiniz ha. Deməli. Yox, bunu basmalıyam birinci. Yuvarlaqlaşdırmada başa düşmədiyiniz bir şey var. Hə, bax. İndi bu suala baxın. Yuvarlaqlaşdırdıqda 2700 alınan rəqəmləri fərqli ən böyük və ən kiçik notları tapın. Burada düstur, müstur
İşləmir. Düsturla da işləyə bilərsən, amma eyni məntiqi gəlib çıxır, onu düsturla eləmir. Keçirəm bura. Şeyə. 2700 deyib də, hə? Bunu da silin qoy. Yuvarlaşdırıqda 2700 alınan deyib də, hə? Ən böyük və ən kiçik ədədi tapın deyib sən. Nə demişdi? Yoxsa cəmi təqzət demişdi? Yox, hələ deyib tapın, prosta ən böyük və ən kiçik ədədi tapın. Hə. Düstursuz eləyəcək. Normal məntiqlə. Mən bunu istəyirəm. Siz bunu dərk edirsiniz, normal məntiqlə həll etməyi. Yuvarlaşdırmada çoxlar. Düsturlar onsuz asandır, əzbərlə həll edirsiniz. İndi, yuvarlaşdırıqda 2700 alınan deyir də. Normal bu 4 rəqəmli ədəddir. Təsəvvür gücünü artırın. Yuvarlaşdırıqda 2700 alınırsa, deməli bu 100-lüyə qədər yuvarlaqlaşdırılıb. Düzdür? 100-lüyə qədər var. Təklik, onluq, yüzlük. Yüzlük mərtəbəsi burada bir yerdədir də. Düzdür? Hələm rəqəmləri bilməm, özüm qoyacağam. 100-lüyə qədər yuvarlaşdırıb. Mən indi bunun sol tərəfi var. Normal yuvarlaşdırmanın biri yaxı. Normal yuvarlaşdırmanın oldu, sağ tərəf sıfıra çevrilirdi. Sol tərəflə işimiz olmur da. Düzdür? Deməli bunun sol tərəfində 2 varsa, bu 2 ilə işləri olmuyor. Bu 100% yenə də buradadır. Buna bildik, düzdür? Burada da ki, ya 7 var. Çünki burada 7 var axı görürəm. Yuvarlaqlaş. Ən böyüyünü tapırıq indi. Birinci ən böyüyünü tapırıq, sonra ən kiçiyini tapırıq. Burada ya 7 var, ya da 6 var. Yəni burada. Çünki bu yuvarlaqlaşdırıldıqdan sonra 7 olubsa, bura yuvarlaqlaşdırdıqdan sonra 7 olsa, bu yuvarlaqlaşdırılmış haldır da, düzdür? Yanıltma kimdir, adam dil dolaşır. Burada deməli, ya 7 var, ya 6 var. Yəni ya 7 olub ki, dəyişməyib, 7 kimi qalıb, ya da 6 olub ki, bir vahid artıb 7 olub. 5-8 ola bilməz ki, 5 ili 7 oldu, yəni 2 vahid artma yoxdur. Və ya 8-li 7-yə düşdü, elə bir şey yoxdur. Deməli, ya 6-dır burada, ya da 7-dir. Mən ən böyüyünü axtarımsa, təbii ki, 6-7 arasından böyüyünü götürəcəm də. 7-ni götürəcəm. Ən böyüyünü yazdım bura. Sonra burada normal məntiqlə fikirləşəcəm ki, bunun sağında da bacardığım qədər ən böyük rəqəmi yazmalıyam, düzürsən Zəhra. Ən böyük rəqəmi yazmalıyam, ən böyük rəqəm 9-dur, amma eski ayırıram ki, yox. 9-u, hər ən böyük rəqəm 9-dur, amma yazsam, sonra bunu bir vaxt artıb 8 eləyər, axı bu 2800 eləyər başlanır. Deməli, elə rəqəm yazmalıyam ki, yuvarlaşdıranda bunu dəyişməsin. O da ki, 0, 1, 2, 3, 4-dür. Və 0, 1, 2, 3, 4-ün arasında ən böyüyü 4 olduğu üçün mən də ən böyüyünü axtarmaq 4-ü götürdüm bura. Bura isə ən böyük rəqəm 9-u rahat yaza bilərəm. Bəxtimizdən elə rəqəmləri fərqli də cavabı aldıq. Yaxşı. Əslində düsturla da eləsəydik bu cavabı tapacaqdıq. Düsturla da eləsəydik ən böyük tamamda 2700-ün üstünə 50 gələcəkdik, bir çıxacaqdik. Amma bu bəxtdəndir ya. Hər sualda beləsə düzgün çıxmaq ehtimalı yoxdur. İndi qabağımızda başqa ədədlər olacaqdı. Bu bəxtdəndir. İndi rəqəmlər fərqli çıxdı. Biz bunun ən kiçiyini axtaracağıq da indi. Bax, 2, düzdürmü? Bayaqki kimi də bura. Dedik ya 6 ya 7 yaza bilərik. Bu dəfə kiçiyini axtaracağım, 6-nı yazacağam. Buradakı bunu artırmalıdır da bir vahid. 5, 6, 7, 8, 9 yazmalıyam sağına. Ən kiçiyi də ki 5-dir, düzdürsən? 5. Yox, hələ 0-da. Qutarda 1 lazım deyil. 2650. Vəssalam. İndi bir dənə başqa sual. Bunları da cəmi fərqli də soruşmayıb bizdən. Hələ deyib prosta. 49.000. Gəl bu 49.000-i birimiz kim gəlsin? Kim gəlmək istəyir? Ürəkli kimdir? Gəl Səyid. Səyid gəlsin, sonra siz gələrsiniz. 49.000. Rəqəmə həfsə. 49.000. 49.000 idi. Yaz 49.000-in özünü birinci ora. Vaxt uçur. Soldakı necə var qalır, düzdür? Orada. Ən böyüyünü axtarsan, hə, 9. Yo. Orada şey var, belə səhvlər eləyəndə şeydə nazad var, şey var, o geri var, hə, onu basıb birbaşa şey eləyə bilərsiniz, geri qaytara bilərsiniz. Deyəm, indi bu ən böyüyü oldu, razıyam sənə. Ay sol. Ona diqqətli olmaq lazım idi. Bir dənə də vur nazad, vur. Hə, bir dənə də vur, hə, so, indi yaz yenə. Ora 4 də yaza bilməzsən heç. Bilirsən nə üçün? 3 yazılır. Ay sol. 4-ü bildən heç yaza bilməzsən.
O uşaqlar da başa düşsün də. Bax biz nə fikirləşirdik ya bayaqdan səhərdən söz də başa düşün. Yox, o qalsın səndə. Bax bu milliyə qədər yuvarlaşıb, düzdür? Sol tərəfdəkinə işimiz olmayıbdı. 4 necə var qaldı, düzdür? Milli mərtəbəsi 9 var. Deməli burada deməli ya 9 olub əvvəl ya da 8 olub ki, yuvarlaşdıranda ya artıq ya necə var qalıb da, düzdür? İndi ən böyüyünü axtardığım üçün burada 9 yazdım. 4 ilə 9 üstə aydındır hamımıza. Düzdür? İndi bura bacardığım qədər ən böyüyünü axtarım, ən böyük rəqəm yazmam, amma şərtimi ödəməlidir də. Bu nə olmalı? 0, 1, 2, 3, 4 olmalıdır birincisi. Çünki bunu bir vahid artırmasın deyə. Düz çünki 9 necə var qalsın istəyirsə bunun sağındakı nə olmalıdır? 0, 1, 2, 3, 4 bunlardan biri olmalıdır. Onların da arasında ən böyüyü 4'dür. Amma 4 varaq ücə düz deyirsiniz, hə. 4 yaza bilmirəm. Onu 4-dən sonra ən böyük neçədir? 3-dür. Ona görə səhə doğru 3 yazdı. Hə, ora ücəyə düzdür. O tərəfə ürəyi istəyən, yox 87 yazma, gözlə, gözlə. 98 yazırıq, hə. 9 düz deyir, hə, düz deyirsən Səid. Bəli, bax o yadımızdan çıxmışdı. Qoy mən bir dənə təkrarlayım, Fidanla Həsən də başa düşsün. Niyə 87 yazdı? Çünki bura ən böyük rəqəm 9-u yazmaq istədik də ücə. Yazmaq istəyəndə mənim yadımdan çıxmışdı Zəhranın da. Səid düz deyir. Burada 9-dan artıq istifadə olunub. Mən tezdən 9-u yaza bilmərəm bura. Düzdür? Onu 9-dan sonra ən böyük rəqəm neçədir? 8-dir. Ona görə 8-i yazdı. Yəni sonra 8 yazandan sonra da ən böyük rəqəm bura yazmalıdır. 8-i tezdən yaza bilməz, 9-u da yaza bilməz. Fərqlər olmadı axı. Ona görə 7-ni yazdı, hə? Yaza bilərdi, amma ən böyüyünü axtar axı. Başa düşdün? Məsəl üçün, sən 5 yazmısan, 49, 3, 8, 5. Səid 7 yazıb. Ən böyük hansıdır? Biz ən böyüyünü axtarırıq da. Başa düşdün? Təbii ki, 5-li yazmaq olar, 4 yazmaq, amma ən böyüyünü soruşsa, Səid getdiyi üsulla gelirik, bacardığımız qədər həmin an üçün ən maksimum neçə, hansı böyük rəqəmi qoya bilirsə onu qoyuruq. Düpbədüz Səid, çox sağ ol. Ha, ən kiçik qaldı doğrudan, hə? Ən kiçiyini də yazdım. Ay. Bu nə əlaqəsi var yoxsa burada ayrı olsun? Necə başa düşürəm sağ ol. Hə də ikisi də fərqli. Hə, rəqəmləri fərqli söhbət etmirsən. Hə, hə. Allah. Sıfır yazın. Nə sıfır? Burada bir yazılıyor. Mən də baxdım, fikrim başqa yerdə idi. 4, ən kiçik yazdığımız 9 yox 8 yazdın, əla. 5-i yazdın ki, o 9-a çevrilsin. Özdə ən kiçiyini yazmısan da 5, 6, 7, 8, 9, 10 düzdür. Sonra ən kiçik 0-dır, 1-dir. Əla. So. Hə, bax mən nəyi göstərmək istəyirəm, Səid? Orada 49-un 3 8 7 tapdın ha, ən böyüyünü, hə? İndi düsturla get elə belə. Rəqəmlər fərqini axtarma da, düstur deyirəm, düsturla get, cavab tap. Rəqəmlər fərqli demirəm. Sadəcə deyirəm ki, yuvarlaşdırdıqda 49.000 alınan. Yox, təkcə ən böyüyünü tap. Sadəcə ən böyüyünü tap mənim üçün. Bir dənə ən böyüyünü, ən kiçiyi də lazımdır. 49.000, aha. Sıfırın birisini yazmadım. Aha. 49.000. 500. Aha. Düz deyirsən də, plus. İndi altdan yazın da. Necə istəyirsən yaz, fərqi yoxdur sən, necə rahatdır. Hə, burası uşaqlar bilsin nə elədir. 49.000 ikisini axtarsan indi. Hə, ikisini də yazdın. Yox, ikisi lazım 4 onsuz da. Hə, ikisi 48.500 olur. Hə, əla. Yaxşı ki yazdın, vəbşi, onu var deyəcəm. Neyse, nədir? Bir dəfə üstünə 500 gəldi, 49.000 bir çıxdı, bir dəfə də 500-ü çıxdı hələ. Yəni mərtəbəyə yazsın. Sözümün canlı üçün yaz. Yəni görəsiniz ki, bax normal düstur bizə normal cavabı verir. Amma rəqəmləri fərqli deyəndə bax bu ən böyükdür normal düsturdan, amma rəqəmləri fərqli cavabı budur. Eyni şeydirlər be, hə? Bunu Yox. tapıb sonra qədər. Deməli, hə azaltmaq olar. Bu ondan daha rahatdır. Hə bir vaxt mən bu tapıram. Burada fikirləşmə daha rahat. Bax tapım 49.499 indi oturub bunun üzərində fikirləşməliyəm. Ay Allah 9-u dəyişməliyəm, bunu dəyişməliyəm. 3-ü də. Burada hələ olmaz hələ bununla taparam. Başa şu normal rəqəmləri fərqli deyəndə elə məntiqlə gedin. Normal bildiğiniz məntiqlə. Bunu ona görə elətdirin. Görürsüz bax bir-birinə görə fərqli cavablar aldı ikisindən. 48.500. Hə burada daha tez tapmaq olardı. 48.500 tapdım. Hə deyirəm mən bu 2 dənə 0 var, bir dənə 0 birisini dəyişdim, bir elədim, əla. Amma burada bir şey məsələn 3 dənə 9 var. Bunun üstündə baş sındırana kimi hansını daha tərəfə çəkim, nəyim. Yəni normal üsulla getdi. Bilirik də normal üsulda. Bilirik, dəqiq. Evdə eləyəcəksiniz ha bunlar ya. Bu keçək bu yüzden. Səid çox sağ ol. Deməli, yuvarlaşdırma aid demək olar ki, qurtardı. Yuvarlaşdırma aid bax, rəqəmlər fərqli ən böyük və ən kiçikləri tapacağız. Bu sualların cavabı budur. Ən böyük və ən kiçik tap, cəmini tap.
Uje rəqəmləri fərqli deyəndə, ən böyük və ən kiçik tap deyəndə düstursuz tapmalısınız. Cəmi deyəndə də düstursuz tapmalısınız. Burada göz cəm deyib. Fərqi deyəndə də hə? Hə, fərqli deyəndə düsturdan istifadə eləmirsiniz. Rəqəmləri fərqlidirsə düsturdan istifadə eləmirsiniz. Amma rəqəmləri fərqli demir, sadəcə ən kiçikdir. Vəssalam. Bayaqlar həll etdiyimiz kimi. Ən böyüyünü tapmaq üçün də düsturumuz var, ən kiçik tapmaq üçün düsturumuz var, fərqi deyəndə də düsturumuz var, cəmi deyəndə də vur 2 çıx 1 düsturumuz var. Rəqəmli fərqli demirsə, rəqəmlər fərqlidirsə, konkret addım hamısını tapmalısınız, ikisini də toplamalısınız. Tapmalısınız, ikisini də çıxmalısınız. Orada düstur zad söhbəti yoxdur. Yaxşı? Orada rahat özünüz gedirsiniz məntiqlə. Deməli, yuvarlaşdırmaya aid hər şeyi göstərdik. Hər şeyi detallı. Yəni, bundan çətin düşə bilməz onsuz da. Onluq kəsrə də aid düşə bilər. O kəsirləri keçəndə, o da elə bunun tayı çətin bir şey deyil. Kəsirləri keçəndə yuvarlaşdırmaya tezdən qayıtacaq. Eyni budur ya. Sadəcə orada mərtəbə deyəndə əlavə olaraq mərtəbələr çıxır da. 10də 1-lər, 100də 1-lər, vergüldən sonraki mərtəbələr də var. Bir dənə o söhbəti var əlavə. Qalan eyni şeydir bu yuvarlaşdırma ilə o yuvarlaşdırma. Onsuz məntiq olaraq eyni şeydir də. Keçdik. Baxdı da baxın. Bu asan mövzu. Bunu özü keçəcək. Bundan qabaqki dərsdə keçdik. Bunu da keçəcək tez-tez.